Bu İranda deməli farslar 27-30 milyonluq ordu yəni yığıblar. Ordu 30 milyonluq ordu yaradıblar, nə ediblər? Nəysə o 30 milyonluq orduda kimlərdir? 18 milyon, 20 milyonu türkdür ordusunda. 30 milyonluq orduda ki deyirəm. Onun 18-20 milyonu türkdür. Türkləri türkə qarşı görürsünüz. Bu bir. Deyirsiniz ha. Fars belə. Farsın dədə baba o torpağın adı olur İranın Türkistan. Qədim Türkistan deyilmişlər. Xaricdəki Avropa alimləri deyir, ha, təsdiq edirlər, biz yox. Bizimkilər yatıblar, bizim o yazıçılar, alimlər. Mən yenə də deyirəm, o bizim yazıçıları, alimləri irad tuturam nəyə görə? Onlar yazsaydılar, bunlar bugün lotuluq eləməzdilər. Qaraşı gəlib bizim Türk torpağında yaşayır. Görün, İran idmançısı neyniyir? İran idmançısı Danimarkada qızıl medalı alır, gəlir İrana, evinə getməmiş, samolyotdan düşür, gedir erməni səfirliyinə. Gedir erməni səfirliyinə, ay kişi, hələ heç övünə getmir, bax. O medalını, qızıl medalını səfirə verir və nə desə yaxşıdır, ona çatmır. Yəni, ona verir deyə siz bunu çatdırın. Qarabağda bizim Azərbaycan türklərin başını kəsən bir döyüşçü olub. Ona verin. Başa düşdünüz da. Fars idmançı qızıl medalını verir erməniyə ki, Qarabağda, Xocalıda o baş kəsib ha türklərin. Bax onun üçün mən vuruşmuşam, ona həsr edirəm medalımı. Hani bu Qurban Mamedovlar, hani o Elman Seyid ağa, ha, şiyəyəm. Alçaq sənin şiyəyə bax. O müsəlmandır, şiyə deyir ki, apar bunu erməninin boynundan medalı askilən ki, sağ olsun ki, Xocalıda türklərin başını kəsildi. O medalı mən ona həsr edirəm, qızıl medalımı. Bunu başqası erməniyə Fars idmançısı verir. Oldu, o Seyid ağasan, nəsən o, belə, nə deyim, sizin nəyiniz olasınız. İranı etiraf edirlər ki, qədim Asur bayqam deyilmişlər. Asur sözünü bağlayıblar Asirlərə. Asur güya xalqa. Sən demə bu Asur nə sözüdür? Od sözündən türk sözüdür. Asur sözü odla bağlıdır. Deməli, özünüz onu deməli oxuyarsınız. Mən nə qədər onu eşitdim, yəni çatdırdım. Yəni imkanım olmadı ki, onu axıracan diqqətlə deməli qulaq asam. Asur xalqı türk xalqıdır. Bütün bunu deməli alimlər bugün hansı alimdir? Fransız alimi, hə? Bağışlayın, elə yaxşı oldu. Bax görürsünüz, bunu da qeyd edirəm. Jean Chardin, Fransız alimi Jean Chardin, bax onu tapın görün. 17-ci əsrdə Azərbaycan dövləti yazılıb. Hansı ki, eradan əvvəl Asur bayqam deyilmişlər. Sonra ay Allah, gör nə qədər Asur bayqam sözü, Asur sözündən gəlib deməli Asiriya xalqı özlərindən, onu Jardin deyir, özlərindən Asiriyet fikirləşiblər. Asiriyetlər kimdir? Belə türklər olub. Asurlar, Asur xalqı türk xalqıdır, sən demə.
Bu Jean Chardin deyil. 17-ci əsrdə yazılıb. Azərbaycan sözüymüş. Azərbaycan sözünü deməli Asur Bayqanın deməli götürüb Asurlara, Asiri xalqına fikirləşiblər. Hansı ki o xalq Azərbaycan xalqıdır, Türk xalqıdır. Yəni onu siz tapın və bu indiki bugünkü farslar o farslar deyirlər. Onlar parsdılar. Uydurma fars, bax bugünkü uydurublar, bu fransızlar özləri uydurub. Qəsdən Jean Chardin'in yazdıqlarına götürüb gör nə fikirləşiblər. Başa düşdünüz? Jean Chardin'in yazdıqlarını götürüb Stalin kimin? Türk'ün tarixini götürüb yazıblar, bu qaraçıları tapıblar, İrana gətiriblər Pəhləviləri hakimiyyətə və bunları eləyiblər əməlli başlı xalq, millət. Türk də görürsünüz barışıb bunlar. Bax bu qədər. Görün Der Avetisyan nə deyir? Der Avetisyan 1934-cü ildə. Der Avetisyan nə deyir? 1934-cü ildə qədim abidələr, qədim Qarabağ abidələri, Drevni Pamitniki Qarabaxa. Bunu Der Avetisyan yazılıb 1934-də. Armeniya тоже послушайте, alçaqlar. Drevni, qədim Arsaxdır, bu Azərbaycandır. Bütün qəbirlərdir, kilsələrdir, bütün Alban Türk xalqındır, qədim. Hansı ki 1897-ci ildə bu terror təşkilatı yaranandan orada deməli bütöv Azərbaycan, Türkiyədə bax onlar tarixi abidələrə qarşı soyqırım başlayıblar. 1897-də görün, yaranandan əvvəlcə tarixə, sonra xalqa. Bildiniz? Görün. Bunu Der Avetisyan deyir, deyibdir. Deməli, soyqırım abidələrə qarşı, torpağa qarşı, tarixə qarşı, sonra millətə qarşı birinci gör nəyi düşünürlər. Bax, bu da sənin bu Erməni Pyotrun xoruzları da. Nəyə görə? Bizim deputatlar bugün oturublar, imkan yaradıblar, Fransada deputatlar, Amerikada kongreslər danışırlar. Nədən danışırlar? Erməni deməli yazıçı Avetisyan deyir ki, o abidələr Qarabağda bütün Türk abidələridir. Arsaq bütün Türk torpağıdır, Türk şəhəridir. Haylara adiyyəti yoxdur Arsaqın. Azərbaycandır Qarabağ. Bunu deyir bizim deputatlar. Bunu hələ yeridənmir ki, Avropaya, Amerikaya ki, ay dəli, ay düşük Avropalı. Qabağıma çıxa bilməzlər onlar. O düşükləri mən onların ağızlarını bağlayanda deyirlər, кто такой, откуда взялся, как он мог, мероприятие, сломать, там, удушить и так далее, прочее. Niyə? Bəzi şeyləri öyrənəndə o qaymaqları öyrənmək lazımdır. Onda ağızlarını bağlaya bilsən də yox. Siz nə ilə məşğulsunuz? Oturub deputatlar yaşa. Mən yenə deyirəm, əgər mən adlı sanlı yazıcı Çingiz Abdullayevlər akademiyada oturub dedektiv yazır. Bəli, dedektiv yaxşıdır. Yaxşı yaddaşı üçün çox yaxşıdır. Vaxt keçirtmək üçün çox yaxşıdır və bülbül kimi danışmaq üçün yaxşıdır. Bütün dünya oxuyur. Görün, dünyaya Çingiz Abdullayevin kitabı nə veribdir? Yaxşı yaddaş, yaxşı deyə bilmək. Amma bizi tariximizdən biri bilən var. Biz kimik, nə kim bilən var? Yox.
Bilin, ona görə də əlbəttə mən o detektivi oxusaydım, yaxşı bülbül kimi danışardım, yaxşı yaddaşım da olardı. Yaddaşım olsaydı mən də hardasa bir müəllim işləyərdim, yəqin tələbələrin axırıncı qəpiyini cibindən çıxardardım. Amma bugün yaddaşım yoxdursa, şükür Allaha da, yaddaşım yoxdursa, mən o savadlı küt beyin olmamışım. Yəni bugün Çingiz Abdullayevin kitablarının xeyri odur ki, savadlı küt beyinlər yetişdi Azərbaycanda. Savadlı küt beyinlər. Yazdığını oxuyursunuz, bilirsiniz də o nəyə. Ona görə də bugün Amerika barmaq istəyir. Ay kişi, mən gedib Amerikada, Fransada, İngiltərədə ev tikəm, abidə qoyam, icazə verərlər, sual verirəm. İcazə verərlər mənə. Yox, ay kişi, götürüb başıma vurarlar. Hayır, deyir ki biz nizakonla gəlmişik. Nizakonla, qanunsuz gəlmişik Azərbaycana. Qanunsuz bizi bura köçürdüblər. Qanunsuz yaşayır, qanunsuz abidə qoyur, qanunsuz tikir və fransızdır. Amerikada deyir ki, onlara əlini toxunmaq olmaz. Qanunsuz, deputada deyirəm, qanunsuz abidələr, evlər tikilməli, sökülməlidirlər. Qanunsuz xalq orada yaşamamalıdır. Qanunsuz köçürülənlər, qanunsuz tikilib qəbirstanlıqdır, qanunsuz kilsədir, qanunsuz evdir, sökülməlidirlər. Avropa bunu bilsin, Amerikada bu qədər.